Sualda deyilir, üst-üstə qoyulmuş M1 və M2 kütləli cisimlər F qüvvəsinin təsiri ilə birlikdə hərəkət edirlər. Birinci cismə təsir edən sükunət sürtünmə qüvvəsini hesablayın. İkinci cisimlə səth arasındakı sürtünmə nəzərə alınmır. Əvvəlcə bir sistemin tərcihini tapaq. A bərabərdir F bölünsün M1 üstəgəl M2. Dartı qüvvəsini böləcək M üstəgəl 3M. Bu da bizə verəcək F bölünsün 4M. Deməli, altdakı cisim F qüvvəsi ilə sağa doğru dartılanda, üstdəkinin ona verdiyi sürtünmə qüvvəsi, baxın, hərəkətin əksi istiqamətində belə yönəlir. Təsir əks təsirə bərabər olduğundan, bunun əvəzində M1 kütləli cisimdə də sürtünmə, bax, bu istiqamətdə belə yönələcək. Aha. Və biz o sürtünmə qüvvəsinin qiymətini tapmaq üçün MA düsturundan istifadə edəcəyik. M1'i A'ya vuracaq. M1 M'dir, A'daki F bölü 4M'dir. F bölü 4 qalır. Yəni %25 F qalır.